Hüseynin qətli ilə möminlərin qəlbində bir yanğı yaranır ki, heç zaman soymayacaq. Heç cür soyması mümkün deyil. Bu başqa bir şeydir. Bu qəm səni yandırdıqca Allaha yaxınlaşdırır, məbuda yaxınlaşdırır. Ona görə də bu sevinclə yanaşı bir qəmdir. Çünki bu adi müsibət qəmi deyil. Ona görə hər il cəmaat Məhərrəmi gözləyir ki, məclisdə iştirak edeyim. Axı hələ mən ikinci belə bir misal görməmişəm ki, cəmaat desin ki, gedim qəmlənim. Cəmaat pul xərcləyir ki, qəmlən qaçsın. Cəmaat qəmlən uzaq olmağa çalışır. Və düz deyir. Adam da gedər qəmə pul xərcləyər, götürüm biraz qəmlənim. Qəmlən qaçır. Amma bu qəmin fərqli növüdür. Bu insan özü də hiss eləmədən bu qəm həmin o vüsal sevincini adama aparır deyə bu qəmin içində sevinc var. İnsanlar ona görə bu qəmə can atır. Yoxsa bunun içində bir zərrə acılıq olsaydı, and olsun Allaha, bir il yaşamazdı bu kütləvilikdə. Yaşamazdı. Nə qədər də təbliğ elirsən elə. Biri çıxsın saatlarında desin ki, ay cəmaat, gəlin ağlayaq. O ilə düzələrdi ki, düzəlməzdi vallahi. Adam deyərdi ki, sən Allah, get başqa iş tapı, onsuz da ürəyimiz xəstədir, gələ oturaq hələ. Bu başqa bir şeydir. Bu həmin o Allahın ayrılığını səngidən bir qəmdir. Bu qəm sevinc gətirir deyə insanlar bu qəmi sevir və ona can atır.